أعوذ بالله من الشيطان اللعين الرجيم إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. Sadaqallahul aliyyul azim. Peyğəmbər alıb Peyğəmbərə salavat edək. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən, dinləyən hər kəsə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları, Rəbbimiz üçün əl açaraq etdiyimiz bütün hacət və mətləbləri bizdən qəbul eləsin. Qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar eləsin. Qəlbimizi iman nuru ilə Allah öz zikri ilə daim münəvvər eləsin və cəmiyyətimizi, xalqımızı, xüsusilə ailələrimizi biri-birinə mehriban eləsin və zamanı imamımızın zuhurunda təcil eləsin. Möhtərəm cəmaatımız, əziz möminlər, bizi izləyən, səsimizi eşidənlər. Bildiyiniz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyam. Həftə günləri içərisində üzərinə düşəcək, günəşin üzərinə düşəcək ən xeyirli, ən ruzili, ən nurani, ən mübarək bir gündür. Duaların qəbul olan günüdür və xüsusilə Quran və sünniyə əsaslansaq, sonuncu xilaskarımızın vəd olunmuş Bəqiyyətullahul Əzəm sonuncu imamımızın da gəliş günüdür. Bir gündür ki, o Həzrətin gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedərək haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmazsa, o günü görə bilməriksə, bu yaşadığımız ömrü o Həzrətin zuhuru üçün, gəlişi üçün üzərimizə düşən, boynumuzda olan bütün vəzifələri tam, dürüst yerinə yetirib həqiqi xadimlərdən olmağı hər birimizə Allah nəsib eləsin.